Hər kəsə salam, mən Əminəm. Bu mənim ilk uzun YouTube videom olacaq deyə düşünürəm. Ümid edirəm davamını gətirə bilərəm. Dəstək üçün abunə olsanız çox sevinərəm. Bu videoda mən gündəlik baxım məhsulları haqqında, gündəlik rutinlərim haqqında qısa da olsa danışmağı planlayıram. İndi isə sizə bugün istifadə etdiyim məhsullar haqqında məlumat verim. Əlimdə gördüyünüz rozmarin yağıdır. Rozmarin yağını saçı yumazdan öncə saçın diblərinə tətbiq edirik və o 3-4 saat ərzində saçda qalır. Daha sonra saçı durulayırıq. Saçı duruladıktan sonra əlimdə gördüyünüz bu iki spreydən istifadə edirik. Sağda gördüyünüz sprey daha çox saçın güclənməyinə, saçın tökülməyinə qarşı olduğuna görə onu saçın diblərinə tətbiq edir və üzərindən biraz masaj edirik. Solda gördüyünüz sprey isə daha çox meyvə qoxuludur və o saçı daha canlı, daha parlaq göstərmək üçündür. Bu səbəblə bu spreyi saçın istənilən hər yerinə istifadə edirik. Eyni zamanda bu sprey saçın rahat daranmağına da köməklik göstərir. Hər duşdan sonra mütləq şəkildə bədən nəmləndiricisine istifadə edirəm. Əlimdə gördüyünüz bu məhsul Lakitan brendinə məxsusdur. Lakitan brendi ən sevdiyim brendlərdən biridir. Əlimdə gördüyünüz bu məhsulun çiçəkli qoxusu var və çox qalıcıdır. Həmçinin bu məhsul artıq bitmək üzrədir. Düşündüm ki, bugün bunu istifadə edim və daha sonra yeni məhsulları sınamağa başlayayım. Digər ən sevdiyim brendlərdən biri isə Spa Salon brendidir. Mənim üçün məhsul alarkən ən önəmli keyfiyyətlərdən biri də məhsulların qoxusudur. Qeyd etdiyim hər iki brendin məhsullarının çox gözəl qoxuları olur. Bu gördüyünüz məhsul isə dodaq balmıdır. Onun içərisində xırda dənəciklər olduğu üçün dodağa tətbiq etdiyiniz zaman həm dodaq ölü dərilərdən qurtulmuş olur, həmçinin də yumşaq olur. Əlimdə gördüyünüz fırçanı duşa girməzdən öncə bədənə quru halda tətbiq edə bilərsiniz. Həm qan dövranını yaxşılaşdırır, həmçinin də bədəndə olan quru və ölü dərilərdən azad olmağınıza köməklik göstərir. Digər tövsiyə etmək istədiyim məhsul isə budur. Bu məhsul silikondur. Bu məhsulu həm saçın diblərinə yağ tətbiq etdiyiniz zaman masaj eləyə bilərsiniz, həmçinin də duşda şampunla istifadə etdiyiniz zaman saçın diblərinin daha təmiz olması üçün dairəvi formada hərəkət etdirərək saçı bununla yuya bilərsiniz. Bu məhsulu isə ilk dəfə yoxlayacağım. Sadəcə vizual görünüşü xoşuma gəldiyi üçün əldə eləmişdim. Burada gördüyünüz kimi məhsulun içərisində xırda zərləri var və çox gözəl parıldayır. Həm dodaq, həm gözaltı nəmləndirici patçlar mövcuddur burada. Bu pijama dəstəsini mən onlayn sifariş vasitəsilə əldə eləmişdim. Rəngi çox xoşuma gəlmişdi. Məhsul gəldiyi zaman materialının da bir o qədər gözəl olduğunu fərqinə vardım. Burada isə məhsulu əynimdə görürsünüz. Burada az öncə bəhs etdiyim spreyləri saçlarıma tətbiq edirəm. Qoxuları çox gözəldir. Videoda gördüyünüz kimi spreyləri tətbiq etdikdən sonra saçlar rahatlıqla daranır. İndi isə keçirik ən yorucu mərhələyə. Bilmirəm hamıda belədir, yoxsa təkcə məndə belədir. Amma saçlarımı qurutmaq mənə o qədər yorucu bir prosesmiş kimi gəlir ki. Daha sonra saçların daha hamar görsənməsi üçün yağdan istifadə edirik. Əslində fenləndikdən sonra yağın istifadə edilməsi saçdakı buruqların daha tez sönməsinə şərait yaradır. Gözaltı patçlarımızı çıxartdıqdan sonra keçirik üzü biyəcərmanə nəmləndirməyə. Çünki mənim dərim o qədər qurudur ki, nəmləndirməsəm mümkün deyil. Burada isə ütülədiyim köynəkləri yerinə yerləşdirirəm. Mən ümumiyyətlə ütülənməsi mümkün olan bütün paltarları ütüləyib daha sonra istifadə edirəm. Çünki ütüsüz halda hər hansı bir məhsulu istifadə eləmək çox da ürəyimcə olmur. Bu gördüyünüz bloknot mənim yanvar ayının birindən etibarən istifadə etməyə başladığım bloknotdur. Ümumiyyətlə məndə illərdə dəyişməyən bir metod var ki, hər yeni ilin ilk günü yeni bir bloknot götürürəm və il ərzində nələri almalıyamsa, nələri etməliyəmsə, nələri hədəfləmişəmsə mütləq şəkildə ora qeyd edirəm. Bu gördüyünüz kitab uzun bir müddətdir məndədir. Müəyyən hissəsinə qədər oxumuşam. Lakin bəzən çox ara verirəm. Özümdə kitabı davam elətdirməyə motivasiya hiss eləmirəm. Kitab psixoloji bir janrdadır. Joseph Murphy'nin kitabıdır. Böyük ehtimalla bir çoxlarınız bu kitabla artıq tanışsınız. İnşallah bu kitabı yenidən başlamışam və tez bir zamanda bitirməyə hədəfləyirəm. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, like etməyi və abunə olmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Əlavə olaraq hər hansı bir sualınız, qeydiniz olarsa, komment bölməsində mənimlə bölüşə bilərsiniz. Növbəti videolarda inşallah görüşənə qədər sağ olun.